Değerli Avtomerkaz saytının izleyicileri, her birinizi salamlayıram. Bugün bizim Bakı ofisimizden her birinizi hoş gördük. Bugün size Bakıda olan avtomobillerimizden bir neçəsini təqdim edirəm. Buyurun baxa bilərsiniz. Əsasən Kia Hyundai'dı. O cərgiyə üstünlük vermişik. Bugün gördüyünüz avtomobillerimizin demək olar ki, informasiyaların bir neçəsi üstündə var, göstərirəm. O yüzden ayrı-ayrı izah eləmirəm, çünki informasiyalar üstündədir. Bunlar hamısı Bakı ofisindədir. Buyurub baxa bilərsiniz. Kia Forte'mizdir bu. 2020-ci il. Və növbəti sıra gəldikcə, sırada olan avtomobillerimizin hər birinin informasiyasını sizə üstündə yazıları oldu. O kimi göstərirəm. Satış qiymətindən ili, kilometrinə qədər üstündə qeyd olunubdur. Dostlar, siz bunlara baxa-baxa sizə bir neçə informasiya da çatdırım ki, biz Amerikadan, Koreyadan və yaxud da Avropanın istənilən ölkəsindən istənilən avtomobili sifariş ilə sizlər üçün gətirə bilirik və ən sərfəli qiymətlərlə həm çatdırılması, həm sığortalı şəkildə, həm aksiyonlardan, həm saytlardan alışıdır. Əsasən aksiyonuna üstünlük veririk. Aksiyonda daha sərfəli qiymətlərə avtomobiller çıxır deyə bizdə aksiyonlara əsas üstünlük veririk. Birbaşa ən sərfəli kateqoriyalarla, yəni o alış komissiyaları ən ucuz olsun deyə orada kateqoriyalar var. Onlarla sizlər üçün istənilən avtomobilin yoxlanması, alınması və çatdırılması bizdə mümkündür. O yüzden bizlərə müraciət etməyinizi xahiş edirik. Bu avtomobillərimizi də görürsünüz də, sizə əsasən Hyundai Kia'nı göstərirəm. Buyurun, Elantra, Forte, Accent, ümumi sayıram, Ayakuz və Hyundai Kona. Bu avtomobillərdən bizdə 2015'ten yuxarı olan avtomobillərdir. Buyurun, hansına baxsaz, əlavə informasiya istəsəz bizə yazın və biz onların geniş informasiyasını çatdıraq sizə. Almaq istəsəz yaxınlaşıb yerində yoxlanışların keçirdə bilərsiniz. O yüzden her birinizin yolunuzu gözləyirik. Yüksək səviyyədə gəlib baxıb hazır olan maşınlarımızdan istədiyinizi bəyənib seçib ala bilərsiniz. Dostlar, aksiyon burada olan satış qiymətləridir. Hər birinizə xüsusi endirimlər də olacaqdır. Saytın adından gəlsəz, o yüzden zəng eləyəndə bir daha baxın bizim səhifələrimizdə istənilən səhifələrimizdən əlaqə nömrələrimiz var. Yəni oradan da birbaşa müraciət edə bilərsiniz. Gördüğünüz kimi burada da maşınların da üstlərində, avtomobillerin üzərində həm informasiyası var, qısa da olsa, həm də əlaqə nömrələri var. Bir daha ünvanımızı da xatırladım. Bakı Avtomobil Satış Mərkəzi, Avtosalon 23 avtomobil satış mərkəzi. Belə bir navigatorda da varsaz, xəritə ilə də gəlsəz, Avtoamerika yazsaz birbaşa sizi bura gətirəcəkdir. O yüzden buyurun, baxın, Opel'imizin üstündə informasiyası olmadığı üçün onu da biraz geniş verim. 2018-ci ildir, ağ rəngdə 1.3 dizeldir, Avropadan gəlibdir, Almaniyadan daha doğrusu. Qalan hələ ki informasiyaları var deyə çox o qədər onlar haqqında informasiya vermədim. O yüzden üzürlü sayın. Dostlar, bu da Mercedesimiz Vito'muzdur. Yük şəklində. Bu da Almaniyadan gəlibdir. Qısa, çox uzun olmaz bir aydan az müddətdir. Yəni ən yüksəyi bir ay olar, heç olmaz. Almaniyadan gəlib. Avtomobilimiz 2008-ci ildir. İnformasiyalarını orada görürsünüz. 258.000 kilometrdədir. Buyurun, hər hansı bir avtomobildə bizə xaricdən sifariş eləmək istəsəz, gəlin, yaxınlaşın ofisə, birbaşa bizimlə, sizinlə bərabər seçim edək. Baxıb bəyəndiyiniz avtomobili qiymət çıxardırıq, aksiyonlardan alışını və siz qərar versəksiniz ki, bu qiymətə, onda biz avtomobili alıb sizin adınıza birbaşa xaricdən idxalını təşkil edirik. O yüzden dostlar, hər birinizin yolunuzu gözləyirik. Avtoamerika saytı vasitəsilə əlaqə saxlasanız da buyurub ki, yaxınlaşın Avtoamerikanın Bakı ofisinə. Patandart Maşın Bazarı Avtosalon 23'də yerləşir. Hər birinizə burada görməkdən məmnun olarıq. Buyurun, gəlin, qonağımız olun və bizim ofisdəki avtomobillerimizdən maraqlanıb yerində baxış keçirdib
və onlarla müqayisə edib xaricdən də ala bilərsiniz. Buradakilər də sizə sərf eləsə, sərfəli variant olsa, bunlardan da ala bilərsiniz. Belə dostlar, bir daha indi sizə baş göstərirəm. Buradan xaricdən gəlməyəm. Hər halda burada alınmış 2 avtomobilimiz var. Gördüyünüz kimi Passat'dır. Bir də i30'da arkasında. Bunlar ikisi bura daxili bazarda bir müddət burada 2 sül burada olmuş maşınlardır. Bunlar da təqdim etdim. İnformasiyalar qısa da olsa üstündə var. Amma sizin üçün maraqlı olsa zəng edərsiniz və yaxud da yazarsınız və biz də onun geniş informasiyasını sizə çatdırarıq. Sonra dostlar bir daha indi sizə göstərirəm Hyundai Kona'mızı. Bu da avtomobilimiz Amerikadan gəlibdi. 2 sadə üstündə informasiyası yoxdur deyə sizə biraz geniş verim. 2 sadə Dodge mühərrikdir, avtomatik transmisiyadır. Onu da xatırladım ki, avtomobilimiz variator və yaxud da robot yox, təmiz avtomat korobkadır, transmisiyadır. 2 sadə Dodge motordur. Onun da informasiyasını belə deyim ki, 92 ilə tam sərbəst işləyir. Heç bir qüsur yaranmadan, problem yaranmadan avtomobilin mühərriki çalışır. Yəni bu avtomobilimizdə bu qədər gözəl bir mini Jeep deyək, belə bir avtomobildir. Onu yüzdən bunu da almaq istəsəniz buyurub yaxınlaşarsınız. 125.000 kilometrdədir. Burada Hyundai servisdə qarantiyadadır, zəmanətdədir daha doğrusu. Buyurun için başında görürsünüz. Yəni avtomobilin bütün komfortları var. Distronikdən tutmuş, zolaq tanıması, kör zonası, oturacaqların isidilməsi və sair. Yəni çox şey, həqiqətən də çox şey var. Çox komfortlu avtomobildir. Bunu da almaq istəsəz, dediyim kimi 125.000-dir, 29.000 manata satışdadır. Buyurub yaxınlaşa bilərsiniz. Bu avtomobil haqqında da bu qədər dostlar. Xaricdən qaldıq xarici avtomobillərə. Xaricdən ithal istəsəz, yenə də Avtoamerika saytı vasitəsilə və yaxud da YouTube sayfəsi, Avtoamerikanın YouTube saytı vasitəsilə bizimlə əlaqə saxlayıb birbaşa ofisə yaxınlaşarsınız. Sizin üçün istənilən ölkədən avtomobil seçib çatdırılmasını təşkil edərik. Hər birinizə təşəkkür edirəm. Buyurun bizim ünvanları görürsünüz. Hər birinizə bir daha təşəkkür edirəm. Mümkün qədər videonu baxdınızsa bəyənib paylaşmağı unutmayın. Çox sağ olun ki, baxmısınız. Minnətdaram hər birinizə. Saytın adından gəlsəz avtomobil alışı üçün xüsusi endirimlər olacaq. Təşəkkür edirəm. Hər birinizin yolunuzu gözləyirik dostlar. Buyurun, sağlamat qalın. Növbəti videolarda görüşərik. Hələlik.